Ayla xanım, siz nə fikirləşirsiniz? Və niyə vaxtda yaşayırsınız? Olduğunuz qruplarda, cəmiyyətlərdə, bütün bu xalqa qiymət verəndə bir fərq kimi, şəxsiyyət kimi, siz onu necə xarakterizə edərsiniz? Ləyaqətin, cəsarətin, mərdliyin, mərdanəliyin, rəhmdilliyini və s. və s. və s. Necə görürsünüz bu xalqı siz? Mən xalqı həmişə güclü görmüşəm, bugün də güclü görürəm. Siz elə bilməyin ki, sakit dayanın. Ümumiyyətlə həmişə yadınızda qalsın. O deyir, suyun lal axana, adamın yerə baxana. Bu sakitçilik yaxşı əlamət deyil, bunu belə bilsinlər. Bu cəmaət o qədər narazıdır. İnsanlar yenə qul vəziyyətindədir. İnsanların heç bir hüququ yoxdur. Bir ölkədə qanunlar heç işləmirsə, insanlar belə təbəqələrə, kastalara bölünürsə, o cəmiyyətdə insanlar razı yaşaya bilməz. Bu sakitçilik yaxşı əlamət deyil. Mən sizə bir misal göstərim. Bakının düz mərkəzində çininə paqon taxan alçağın biri bariqaları yığıb öz kabinetində daşı mal bölüb verirsə, deyir gedin dağılın. Ona da etirazın bildirən vətəndaşın 2 uşağını şərləyib tutursa, mən bu dövlətdən əlimi üzdüm deməkdir. Harda olub? Bəli olub, müraciət eləyiblər, qorxularından tutub hamısını doldurublar içəri. Yazıqlar qorxularından deyirlər ki, ictimailəşdirməyin. Özü də əlimdə indi mən araşdırma aparmışam. İndi qurban müəllim, sən bilirsən də mən istintakçı olmuşam. Boş yerdə danışmıram. Buradan o Vilayət Eyvazov'a da sözümü deyim. Vilayət Eyvazov gün bu gündür. Çox da prezident yaxşı oğlandı. Çox yaxşı oğlandı. Bu qələbədən sonra mən də deyirəm ki, İlham Əliyev yaxşı oğlandı. Amma o yaxşı oğlan səni cəzalandırmadığı üçün bu qədər qəddar olma, bu qədər zalım olma. Sən oğlun getdi vuruşdu, ay Vilayət Eyvazov. Vuruşmadı. Barlarda get görünə hoqqalardan çıxır. Şəklini çəkirlər, atırlar. Bizə nə qədər elə əlimizdə material var. Amma o uşaqlar getdi, canı qoydu. Qarabağ qazisi, yarası da var, sən aparıb onu işgəncə verdirirsən. O yetmirmiş kimi o birisini də aparmısan. Sənin qərəzin nədir? Özü vuruşub, uşaqları vuruşub. Özü də Heydər Əliyev mükafat alır. Vurun, mən öldürüm. 5-6 dənə medalı var. Nədir bu ailə ilə qərəzçiliyi? Ya sən o narkotiklərlə mübarizə idarəsinin rəisini götür, at bir ucqar rayona, qoy bu Bakının mərkəzinə gələ bilməsin. Nə cəmaət görsün, çəksin, nə ma atsın. Ya da mən buradan deyirəm, ölkənin başçısına da deyirəm, sən bunlara cəza vermədikcə bunlar hədlərini aşdılar. Yaxşı, heç mübarizə aparmayın. Ancaq müxalifəti vurun, ancaq cavan jurnalistləri tutun. Soruşuram, mənim ölkəmin gəncini kimdə zəhərləyən? Bu soyqırım deyil, soyqırım. Bakının mərkəzində, Yasamalda ayaq tutu yeri narkotik. Kim satdırır? Vilayət Eyvazov bilmirsən? Yasamal rayonunda kim satdırır onu? Mən adını çəkmirəm, onu özüm də polis olmuşam, zabit şərəfim var. Gedin yığışdırın özünüzü. Elə eləməyin ki, o materialla gətirib, bax, bazı referendumda qoyun. Bu yerdə çoxlu ondan ötürü çıxdım. Bu bir soyqırımdır, mənim xalqıma qarşı soyqırımdır. Mən demirəm, İlham Əliyev getdi, bəlkə yerinə bundan da pisi gəldi. Gəldi, biz daha alçatdı. Daha bizim belimizi qırdı. Mən ölkəmdə bir şey istəyirəm ki, qanun işləsin. Qanun, polisi də qanuna rəayət eləsin. Nə yazıq ki, dövlətin başında oturanlar özlərini hoqqa çıxardılar. Sən niyə bu hakimin maaşını qaldırmırsan? Hakimin maaşını qaldır, 5 nəfər işlətmə, 3 nəfər işlət. O 5'ini pulunu 3'üne ver. Deyənə bir adamla pul alsan səni tutacaq, gör bir çopuq olarsa. Bu bir dənə maraqlar olmayan işə bax. Burada Qurban müəllim, bir dənə saat keçən dəfə demişəm. Bir dənə qadın yaşayır. Deməli, qadın 30 ildir bir əmlaka sahiblik eləyir. Bu qadının vəsiyyətnamə qoyurlar, 100% əmlaklarını buna vəsiyyət edib gedir. Ondan sonra bu Yevlax rayonunun bütün hakimləri o barədə qərar çıxartdılar. O qərarların hamısını mən ləğv elətdirdim. Yazdım ərzim, məcbur elətdirdim. Məcbur canları çıxa-çıxa elədilər. Bu öz əmlakını ala bilmir, ha kişi. Nədir, bu rüşvət alıb bir qərar çıxardır, o gedir rüşvət alıb bir qərar. Vətəndaş öz hüququnu tələb etməkdən ötürü 30 il məhkəmələrdə olur. 30 il məhkəmələrdə gəzmək olar. Vicdanınız, namusunuz olsun da. Hələ gəlsən bunlara bir denən
70 il. Hələ gəl bir at 70 yaşındadır. Bunun başı işləyir. Bir hakim ki, öz məhkəməsində olub qalan şeyləri başa düşmür. Onun başı yoxdur. Sən onu har itələyirsən. Birinci itələdin, getdi, apellyasiya tutdu. Gedib oranı da viran qoyur. Gedib oranı da viran qoyur. Hakimlər var, Qurban müəllim. İnanırsan, heç birinin diplomu düzgün deyil. Oxumayıblar. Gedib Rusiyyədə bir diplom alıb gəldilər. Nədə pulları var. Ali Adamları var. məhkəmələrdən birinin diplomunun saxta olduğu barədə Birinin yox, çoxdur. Çoxdur. Apellyasiya məhkəməsinin sədrinin diplomu saxladı. Mən hamıda deyil. Hamıda hər şeyi bilir. Buradan deyirəm, o Çəmiyevdir nədir? Ay vilayət eyvazı. Onu götür apar Ucqar rayonuna, Cəllabad, nə bilmək nəsə, lap Ucqarı görə. Elə yerə ki, Bakıya gələ bilməsin. Ayıbdır. Ayıbdır. Ucqar önündə Onu ya orada vurub öldürəcəklər, o qazinin uşaqlarına da mundar əlinizi də onların əlindən çəkin. Mundar əlinizi çəkin cəmatın üstündən. Cəmatın uşağını, o şəri ömür boyu sağ bağışlamayacaqlar. Sənin vicdan namusu yoxdur. Narkotiklə gedib ekspertizlə keçib Qurban müəllim. Narkotik zat qəbul edən adam da deyil. Bu qazi yaralı deyil, yaralı. Hər gün onun yarasına vurursan nadzorları. Viktor Hugo'nun bircə dənə Qurban müəllim. Qurban müəllim, Viktor Hugo'nun bir dənə sözü var. 14 yaşında deyir, oğurluq elədim, mən apardı, saldı içəri, sağ olsun. Dövlətim orada mənə çörək verdi. Sən heç türmədə olanlara da çörək vermirsən. Çörək verməyiniz başınıza dəysin. Hücumuzu cəmatı qırmayın da. Gidib vuruşu ver, sabah kim qoruyacaq İlham Əliyev bu bizi? Bax bu qızı gəlmir, bu cəmatı kim qoruyacaq? Kimdir o adam? O adamın Qurban müəllim, məndə danlaları var. İctimailəşdirəcəm. O sənədi də göstərəcəm. Gör onun başına nə müsibət gətirir bu polislər. O ailənin həyatını məhv edirlər. Qadın deyir ki, gedib öz masajım. Deyir, getdim vilayət Eyvazovun qəbuluna, deyir, o boyda uzun adam qıvrıldı. Niyə qıvrılırsan? Adam kimi qəbul elə də, sağa deyir balan yazır. Sən balan yoxdur, niyə şəhərləyirsən xalqı? Bir var o işi eləyə, bir var eləməyə. Sağa deyir ki, burada bariqaları mal satmasın. Deyirsən ki, acıqla səni onunla şərləyəcəm. Niyə? Nədir cəmatdan qəssin? Narkotikdə rəy veribdir ki, heç bir şey yoxdur. Qəbul eləmir. Olur belə şey. Bu alçaqlığı niyə eləyirsiniz? Bu bizi gelib qoruyan adama qarşı bunu eləyirsiniz. Gör, qorumayana qarşı nə eləyirsiniz? Bu soyqırım deyil. Bu millətin yemək verirsiniz. Bu millətin şəxsiyyəti də var, qiriyyəti də var. Qurban müəllim, elə bilməsinlər. Bax, bu dəqiqə mənə yazır Ağdamdan. Ağdamdan cəmat qalıb. Deyirəm ki, bildiyi bir şey var, bu görək nə olur? Deyir, özü İlham Əliyev, qohumu, o cür evdə yaşayar. Bu evə bir nə deyim sizə? Bünövrə qoy da, bir 3-4 daş qoy da, sən bilmirsən Ağdam yağış olan yerdir. Əsir kimi baxır, o bizə pilin kimi baxır, pilin. Pilenik də biz, biz pilenik. Ayla xanım, bir dəqiqə, əslən vətənlər. Hansı birini deyim? Qurban müəllim, mən özüm ümumi dedim, mən heç kimin də uşağı nazarından qərəzçiliyim yoxdur. Mən bunu qəsdən belə dedim ki, geçsin, ölçsün, götürsün. Götürməsə, vicdanım haqqı. Mənə alnımdan da assalar, mən onu ictimailəşdirəcəm. Gör cəmaat nə qədər bezirsə, vicdan olan adamlar var da. Polisin özünün içində var, deyir ki, bu günə qoyurlar burada. Mən özüm polisli işləmişəm. Siz nədən polisi bu cür gözdən salırsınız? Utanmırsınız, ölmürsünüz. Çox da prezident sizə cəza vermir. Sənin o vicdan, nətər deyim mən? Vicdanı olmayan adama nə desən xeyri yoxdur. Sən o vəzifəni, o səlahiyyəti daşımada git, as gözünü öldür da. Polisə narkotik satdırar mı? Ayla xanım, bir dəqiqə. Təşəkkürlər, çox sağ olun. Deməli, dostlar, bir şey biləsiniz ki, bizim efirdən səslənən bəzi məlumatlar məmurlar tərəfindən izlənilir. Tədbir görən də var, görməyən də var. Bizim borcumuz tədbir görən məmurlara da sağ ol deməkdir. 2 gün bundan öncə bilirsiniz ki, bizim efirdən Lənkərandan olan bir qardaşımız var, Səbuhi Daşdəmirli. Biz onun haqqında məlumatlar göndərmişdik. Mən verdim efirə. Xəstə anası ilə haradasa bir otaqlı mənzildə yaşayır. İkinci bir orada bir otaq var, onu istəyirdi. Amma çox ağır durumdaydılar. Mənə bugün efir başlamamışdan qabaq səs atdı. Çox bir təəccüblü formada. Dedi ki, bəs Qurban, mən evdə oturmuşdum. Mənə zəng gəldi.
Durdular ki, bəs siz gəlmək istəyirsinizsə, gəldilər evimizə. Bir soruşdum, kimsiniz? Deyirlər, nə bilim, hansısa sosial hardasa gəliblər, dövlət təşkilatlarından gəliblər. Girdi bizim evimizə, araşdırdı, baxdı ki, bəs bizi bura dövlət göndərib, dövlətin tapşırığına gəlmişik. Araşdırdılar ki, bəli, sizin problemləriniz var, ehtiyaclarınız var. Deyir, ağlı başda dedi ki, ayda sizə bu qədər əlavə pul veriləcək, hətta mənzilin kira haqqından da deyir, mənə deyirlər ki, rəsmi olaraq azad edilirsiniz. Belə qeyri-adi bir münasibət göstərdi. Uşaq özü, uşaq deyəndə üzr istəyirəm, cavan oğlan deyil. O adam özü təəccüblənmişdi bu münasibətə. Mən əvvəla bilmirəm kimlər gəlib, kimlər də nədir, təşəkkür edirəm, minnətdaram. Lənkəran İcra Hakimiyyəti bilməyəndə başçısı kimdir? Onun mu təşəbbüsü ilə bu adamlar gəlib ora, yoxsa amma deyərsən adama deyiblər ki, bizi Bakıdan deyiblər, hansısa nazirlikdən. Deməli, istəyəndə işləyirlər, deməli, istəyəndə tədbir görə bilirlər. Bizim də borcumuz onlara sağ ol deməkdir. Mən bilmirəm kim gəlib, kim deyil, və bunu eləyənlərə təşəkkür edirəm. Amma mənə başqa bir dostlar ittiham haqqı göndəriblər. Bilmirəm, indi Ailə xanım danışır, mən belə baxıram. Ailə xanımın dediyindən məndə olan bu ittihamnamədə yazılanlar elə bir üst-üstə düşür. Üst-üstə düşür. Qurban müəllim, nə maraqlıdır. Bizə də Qurban müəllim. Deməli, buna o narkotiki küllü miqdar qoyurlar. Küllü miqdar bilirsən nədir? Bu özü narkotik deyil. Bu narkotik deyil, psixotrop maddədir. Psixotrop maddələrin də spisoku yoxdur. Bunu sən hansı əsasla küllü miqdar hesab edirsən? Bax, o cədvəldə yoxdur. Ailə xanım. O cədvəl deyil. Hə. Biz burada namizədlərin təbliğatı ilə məşğuluq. Həm də öz mövzumuz var. Biz konkret bir cinayət işini analiz eləmirik. Amma bu məndə olan ittiham haqqı bilmirəm. Siz kimlə danışırsınız, nədən danışırsınız? Ancaq bunu mənə bəlkə də olur. Bəlkə də olur, sizə də göndəriblər. Bilmirəm. Ola bilər. Söhbət nədən gedir dostlar? Mən istəyirəm bizim rejissordan xahiş edirəm o Vilayət Eyvəzovun şəklini qoysun ekrana. Çünki onun şəkli ekranda olanda həmişə polislər diqqətli olurlar bizim efirə. Mən buradan Vilayət Eyvəzovun diqqətini çatdırıram. Bula bilər indi o bilmir. Nazir də başı qatışıb daha ciddi işlərə. Bilmir ki, Yaşamaq rayon polis idarəsində kimlərlə məşğuldur. İttiham vaxtında yazılır. Yaşamaq rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru Ramazanov Sərxan Rüfətoğlu icraatında olan Cabbarov Rauf Dayandıroğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Hə, elədir. O həmin işdir, həmin işdir. Və bu işdən danışırsınız? Bəli, bəli. Bəli. Bunu mənə... Qurban müəllim, bilirsiniz bu Sərxan kimdir? Sərxan, mən sizə bir dənə iş dedim. Ailə xanım, biz o işdən danışmırıq. Biz burada cinayətçini danışmırıq. Xahiş edirəm, qulaq asın. Hə, nəysə. Dostlar, həmin işdir, həmin işdir. Əziz həmvətənlər, mən mikrofonları xahiş edirəm, rejissordan Suhamın mikrofondan söndürsün. Kimə söz verəcək, onun mikrofonu açılsın. Deməli, bu mövzuda biz qaydacağıq. Ailə xanımla bir yerdə. Təsadüfə baxın ki, Ailə xanımla dediyi iş 2-3 gündür də bunu mənə göndərmişlər deyəsən. Həmin işdir. Eyni işdən səndəmi danışır. Deməli, məsələ necədir? Bir döyüşçü, qazi qardaşımız Yasamalıda narkotik satan bir adamla mübahisələr olub, gelib satma. Zəhərləməyin də bu cəmaatı. Bilməm, bıçağını vurub onu, nə eləyibdir? Daxillər Nazirliyi əzəmətənlər, həyasızlığa baxaram. Bu qeyri-adi bir şeydir. Bu, bilirsiniz, mən söz tapıram insan kimi qəzəbimi ifadə eləməyə. O qədər alça binamız gədə-güdə yıxışıb ki, bu hökumətin başına. Adamı gəlib tutublar. Onun özünü 234.4.5 ən ağır hissəsi ilə ki, sən psixotrop maddələrini hazırlayırsan, satırsan, nə edirsən, sən bunun istəyəsi alçısın.
Hani acığa düşüblər ki, sən niyə Vilayət Eyvazovun bazarına girirsən, mane olursan, girmirsən, mane olursan. Sən niyə deyirsən satmayın? Siz bilirsiniz də YouTube'da yayıb sosial şəbəkələrdə. O ki Bakı şəhərində, Nəsimi rayonudur, Yasamal rayonu xüsusilə, Suraxanıdır. Cəmaət üsyan edir. Analar məliyirlər ki, bizim balalarımızı öldürürlər. Gəlib açıq şəkildə məktəblərin qabağında narkotik satırıq. Məhəllədə narkotik satanın kim olduğu hamı bilir. Cəmaət etiraz edir. Polis müdafiə edir. Bu barədə sonra qayıdacaq məsələ. Zakir bəy, zəhmət olmasa mikrofonunuzu açsın. Zakir bəy, siz də fikirləşirsiniz. Toplumun şəxsiyyəti varmı? Və onun şəxsiyyətini xarakteriz edən mənfi və müsbət cəhətlər kimi siz nəyə görürsünüz? Təbii ki, Qurban bəy, var şəxsiyyət, hər kəs bir şəxsiyyət kimi mövcuddur. İndi cəmiyyət tərəfindən, normal düşüncə tərəfindən qəbul olunan şəxsiyyət ayrı, o biri, o bizim dediyimiz o anormal şəxsiyyət ayrı. Bu günləri Azərbaycanda, bayaq da qeyd elədim mən, şəxsiyyətinə hörmət edən insanlarımız təəssüf ki, çox azdır. Bu rejim bu xalqı 69-cu ildən heydarizmi bu günə qədər bu cəmiyyəti şəxsiyyətsizləşdirib, çalışır üstündə hər bir formada, Qurban bəy, çətindir, yenə deyirəm valla, kimsə məndən inciməsin, çox azdır, çox azdır. Bilmirəm nə dərəcədə sualınıza cavab verə bildim. Düşüncələrim buydu, bölüşdüm sizlə. Bu şəxsiyyətsizləşmiş toplumu yenidən özünə gətirmək üçün sizə nə etmək lazımdır? Siz nə təşkil edirsiniz? Sabah oldunuz xalq parlamentində millət vəkili. Nə təşkil edəcəksiniz? Hansı tədbirlər görülməlidir ki, sizcə millət özünə dönsün, millətin şəxsiyyəti düzgün formalaşsın? Qurban bəy, bu elə bir prosesdir ki, cəmiyyət bu dəqiqə, bu anda belə bir vəziyyətdədir ki, nə müsbət tərəfə də, nə də mənfi tərəfə meyl eləmək istəmir. Anlayır ki, hər kəs anlayır ki, bu rejim heydarizmi xalqın düşmənidir. Heydarizmi Azərbaycanı işğal eləyibdir, vətənimiz işğaldadır. Qorxu deyilən müsəlmana yaraşmayan, dinimizə yaraşmayan bir qorxu hissi insanlar daşıyır. Qorxu hissi, yaraşmayan bir şey. Vallahi çox çətindir, bilmirəm. Bu qorxunu mən əmim oğlunun, qardaşımın, bacımın, oğlumun canından necə çıxardım? Vallahi çətindir, bilmirəm Qurban bəy, bilmirəm. Təşəkkürlər. Mirqafur bəy, siz necə fikirləşirsiniz? Hansı tədbirlər görmək lazımdır ki, toplumun, xalqımızın şəxsiyyəti düzgün formalaşsın? Eşidilirəm mən. Bəli. Qurban bəy, hakimiyyət nə qədər ki dəyişilməyibdir, heç bir şəxsiyyətdən söhbət gedə bilməz. Mən belə başa düşürəm. Əgər hakimiyyət dəyişilsə, yeni bir hakimiyyət gəlsə, insanlar özləri biz istəsək də, istəməsək də dəyişəcəkdilər. İndiki zamanda, elə qardaşın dediyi kimi də, insanların canında qorxu var. Bax, şəxsən mən başqa söz demirəm, özüm bir günlər, məsələn, səhər tezdən çıxdım şəhərə də, hər gün çıxırıq onsuz da. İnsan qorxur mənə yaxın gəlməkdən. Ona evdə deyir ki, arvad kişiyə deyir ki, qapıra yaxın getmə, səni tutarlar. And olsun Allaha. And olsun Allaha. Ancaq kiçik bir problemləri olur. Yürüyüb gəlirlər mənim yanıma. Bax, uzaq getməyəcəm Qurban bəy. Bir xəstə uşaq var bu şəhərdə. Hər gün bizim yanımızda olur. Onun belə bir insandır ki, xətasız, bəlasız, heç kimlə işi olmayan, bütün günü şəhərdə öz-özünə gəzər. Dünənlər gedib stadiona, stadionun qırağında bir polis serjantı yaxınlaşıb ona, bir biədəb söz deyib ona. Deyib, sonra da səni öldürərəm. Bir gün səhər-səhər gəlib, o sözü mənə deyir ki,
Bəs mənə deyir, stadionda deyir, bir polis serjantı deyir, yaxınlaşdı, belə bir söz dedi. Dedim, gəl gedək, səni aparım polis şöbəsinə. Mən polis rəisindən görüşərəm, deyərəm ki, onu cəzalandırarlar orada. Xəstə adam görün nə deyir. Deyir, mən xahiş edirəm, anam da xəstədir, özüm də bilirsən də xəstəyəm. Anam eşidər, elə bilərlər ki, məni tutmağa aparırlar orada, ürəyi dayanır. Bax, bu toplum neynəsin, Qurban bəy? Bizim Neynəsin? İsveçrədən bir qardaşımız deyəsən zəng eləyib, bu barədə sözü var. Mən ona açıq zəng eləyirəm, görüntülü olaraq. Buyursun, qoşulsun, sözünü desin. Adı Bayramdır, telefonda yazdığına görə. Deməli, bu Bayram adlı adam İsveçrədən yazıb salam. Necə əlaqə saxlayaq? Deyəsən, bizim efiri ilk dəfə də izləyəcək, kim tanımır, bilmirəm kimdir, nəsidir. Hamı bilir ki, az efirdən necə əlaqə saxlamaq lazım. Telefon efirdə, mənim telefon nömrəm bütün dünya Azərbaycanları bilir artıq. Zəng eləyib, haradasa bir, 2 dəqiqə bundan qabaq. İndi siz danışırsınız deyə mən təbii ki, gələn zəngi açmıram ki, veriliş pozulmasın. Yazıbdır ki, elə bizim millətin əsas səbəbi budur ki, biz saxtayıq. Siz də eləcə bizi iddiam edir. Real düşüncə sizə maraqlı olmadığı kimi, yəni 3 nöqtə. İlhama da elə belə düşüncə lazım. O da budur. Sağ olun, heç zaman düzələn deyilik. İndi mən təkrar zəng edirəm adama. Görüntülü olaraq buyurun, sözünü desin. Əzizən vətənlər, Azərbaycan yeganə kanaldır ki, istənilən adam qoşulub, görüntülü olaraq öz sözünü deyə bilər. Görüntüsüz zəng anonim zəng sayılır. Mən tanımadığım bir adamın, bilmirəm kimlə nəçidir, onun verdiyi məlumatdan istifadə eləmirəm. İstəyirəm bunu hamı bilsin. Bir adam əgər şəxsən mən tanımıramsa, əvvəlcədən əlaqə saxlamamışıq, telefon nömrəsi yoxdur, birdən-birə bir anonim nömrədən zəng eləyir ki, filan kəs belənçidir. Mən onu heç bir vaxt səsləndirib efirə verə bilmərəm qətiyyən. Bu qardaşımız yenə görürsünüz, audio zəng eləyir. Yox, audio yox. Görüntülü yığıram mən sizə. Buyurun. Qoşulun görüntülü sözünüzü deyin. Fikirdir. Adam deməli advokatı götürür səsli zəng eləyir. Görüntülü zəng eləmir. Niyə? Dediyim həmin problemdir. Bu şəxsiyyət problemidir. Adam görüntülü danışmaqdan qorxur. Ki, görərlər, tanıyarlar, bilərlər. Sən qorxursansa görüntülü danışmaqdan, mən sənə niyə səsini verib anonim bir məlumat verməliyəm? Vaxtımızda az qalıbdır. Mən son sözü 5 dəqiqə istəyirəm Şapur bəylə Əliquliyevdən eyni suala münasibət bildirsinlər. Şapur bəy, siz eşidirsiniz yoxsa yox məni rahat? Mən istəyirəm elə həmin bu şəxsiyyət məsələsinə aid bir kəlmə fikrimi deyim. Belə bir məsəl var. Bir ən çıxılmaz vəziyyətdən ən azından 2 çıxış yolu var. Yəni, ümumiyyətlə quruluşun dəyişilməyi üçün özümüz də etiraf edirik ki, cəmiyyətimizdə şəxsiyyətlər yaranmalıdır. Bir tərəfdən də şəxsiyyət qıtlığından şikayət edirik. Bəs bu şəxsiyyəti formalaşdırmaq lazımdır. Şəxsiyyət nə qədər ki bu cəmiyyət durur, şəxsiyyətlərin sayı azala gedəcək. Çünki şəxsiyyətləri əzir, məhv edir bu quruluş. Bizim də, yəni bu xalq parlamentində elə əsas vəzifəsi odur ki, şəxsiyyətləri yetişdirsin. Şəxsiyyətləri yetişdirməyin də bir dənə yolu var. Yeganə yolu budur ki, parlament insanlarımıza onların hüquqlarını izah eləsin. Bizim qanunlarımız necə olmalıdır, qanun nümunələri ortaya çıxsın. İnsanlar da baxıb görsünlər ki, bunlara nə lazımdır. Onların onda şuurlarında da dəyişiklik olacaq. O xanım dedi ki, mənim yeganə istədiyim budur ki, qanunlar işləsin. Onda mən bir sual vermək istəyirəm ona. Əgər
maşının bakında benzini olmasa, fərz eləyək ki, sürücü çox şəxsiyyətli, çox vicdanlı adamdır. O maşın işə düşüb yeriyə bilərmi? Yəqin ki, hamımız deyəcək ki, bilməz. Maşının yerimək üçün onun benzini olmalıdır ki, mühərriki işə düşsün, yerisin. Qanunun da işləmək üçün yeganə lazım olan budur ki, hakimiyyət nə prezidentdə, nə Həsəndə, nə Hüseyndə, nəsə hansı qurumda yox, hakimiyyət yəni bizim şəxsi və ictimai hüquqlarımızın hamısı qanunun olsun, qanunun ixtiyarında, qanunun mülkiyyətində, qanunun hakimiyyətində olsun. Əgər həmin bizim bütün hüquqlarımız qanunun hakimiyyətində olanda nə prezident, nə başqaları qanundan yuxarıda dura bilməz. Qanunları poza bilməz. Siz deyirsiniz ki, mən istəyirəm ki, hamı bərabər olsun qanun qarşısında. Əgər qanun prezidentdən aşağıda durursa, əgər qanunda hakimiyyət yoxdursa, hakimiyyət prezidentdədirsə, əlbəttə ki, prezident qanundan yuxarıdadır. Qanundan yuxarıda olandan sonra prezident, onun komandası, yəni bütün dövlət piramidası da vətəndaşların hüququndan da, qanundan da üstün olacaqlar. Onda da şəxsiyyət yetişməyəcək. Biz bütün bunları xalqımıza izah eləməliyik, başa salmalıyıq. Xalq parlamentində şəxsiyyət yetişdirməli olan qanunların layihəsini hazırlayıb insanlara izah eləməliyik ki, insanlar başa düşsünlər ki, onlar necə şəxsiyyət ola bilərlər. O ki, qaldı bizim xalqımızda şəxsiyyət çox olacaq ya yox. Mən başımla cavab deyirəm ki, şəxsən mən bütün dünyanın millətlərin gətirib Azərbaycanın xalqı ilə müqayisə eləsə, bizim xalqımız bütün parametrlər üzrə heç bir xalqdan geri qalan deyil. Yəni, mən düşünürəm ki, əgər biz parlamentin işini düz qursaq, xalqımıza düzgün yol göstərsək, onda şəxsiyyətlərimiz də yetişəcək, cəmiyyətimiz də dəyişəcək. Buna arxayın ola bilərsiniz. Təşəkkürlər. Çox sağ olun Şafir bəy. Minnətdarım.